Salam əziz tələbələr, bugün sizlərlə hissələrin birləşdirilməsi dərsini keçəcəyik. Deməli, hissələrin birləşdirilməsi ilk səviyyə. Burada bizə deyir ki, bu 4 fiquru birləşdirərək yeni bir fiqur yaradın. Əgər diqqətlə baxsaq, burada ilk növbədə buradakı fiquru yerləşdirmək lazımdır. Əgər mən bu fiquru bura yerləşdirsəm, bu formada yerləşdirə bilərəm, hansı ki, yerdə qalan üçbucaqları və kvadratı yerləşdirmək olur. Eyni ilə B variantına da yerləşdirmək olur bu fiquru. Mən bu fiquru bura ancaq bu formada yerləşdirə bilərəm. Çox vaxt düşünürlər ki, bu variantdır və yandakı fiquru da gətirib bura yerləşdirirlər və üçbucaqları da sağa, sola yerləşdirirlər. Amma buradakı üçbucaqlarla eyni deyil. Ona görə də mənim variantım C deyil. Gətirirəm mən o fiqurumu yerləşdirirəm kvadratın alt hissəsinə. Bu fiquru yerləşdirirəm sol tərəfə və eyni ilə üçbucaqlarımı da bunu ortadan bölürəm. Bir üçbucağım gəlir yuxarı, bir üçbucağım da gəlir aşağı. İki dənə üçbucağı da belə yerləşdirib kvadrat əmələ gətirirəm. Cavabım olur Y variantı. Növbəti sualım 14-cü sual. 14-cü sualda deməli hansı formada işləyirik? 14-cü sualda onsuz bu yanların, yəni hansı fiqurları yerləşdiyi açıq-aydın görsənir. Yəni bu yanları mən ancaq bu şəkildə bir fiqura yerləşdirə bilərəm. O da üçbucaqdır və yaxud da bura yerləşdirə bilərəm. Amma burada düşündüyünüz qədər dərin deyil. Yəni bu biraz buradakı düz gəlir xətt. Amma buradakı xətt düz deyil gördüyünüz kimi. Buradakı xətt biraz daha mailidir. Yəni xəttin maili olmalıdır. Ona görə C variantı uyğun gəlir. Xəttin biraz daha maili olmalıdır. Burada da eyni ilə o maililiyi yarada bilərəm bəlkə. Amma burada maililiyi yaratsam da içəridəki kvadratı yerdə qalan bu iki fiqurla yarada bilmir. Amma B variantında həmin hissələrlə mən fiqurumu çəkə bildim. Gəlin bu fiqurları bura çəkək. Deməli bu ilk fiqurum. Bunu uzağının yan tərəflərinə çəkirəm. Bu iki fiquru çəkdim. Bir bu, bir də bu. Bunu sola, bunu isə sağa. Bu fiquru 90 dərəcə çevirirəm və orta hissəyə yerləşdirirəm gördüyünüz kimi. Bunu ortaya yerləşdirirəm və balaca üçbucağı da gətirirəm, yuxarı yerləşdirirəm və cavab variantım olur B variantı. Növbəti sualım 15-ci sual. 15-ci sualda da bu üç fiquru yerləşdirməliyəm. Deməli, burada ən çox B və C variantları arasında qalırlar. Çünki B variantına da mən bu fiquru bu formada çəkib, üçbucaqları da birini bura, birini isə bu hissəyə yerləşdirirəm. Amma buradakı fiqur ilk növbədə bu fiqur qədər kiçik deyil. Buradakı fiqur daha böyük. Həmçinin üçbucaqlar da daha böyük. Yəni, ən azından çəkəndə biz onların ölçülərini nəzərə almalıyıq. Deməli, baxaq, bax bura. İlk növbədə mən oradakı bombu çəkirəm bura. Bunu çək. Çəkəndən sonra bu üçbucaqları isə bu hissəyə yerləşdirməliyəm. Yenə kvadrat olduğu üçün iki hissəyə parçalayaraq iki dənə üçbucağa bölə bilərəm. Bu mənim bir üçbucağım, bu da digər üçbucağım. Bunu da böləndən sonra cavab variantım olur. Nə? C variantı. Çox vaxt biz ən böyük fiquru yerləşdirməyə çalışırıq. Deməli, sual 16-da və yaxud da ən qəribə fiquru. Məsələn, bu fiquru mən hansı şəkillərə yerləşdirə bilərəm? A variantından B variantına yerləşmir. Amma burada C variantına çəkə bilərəm onu. C variantına çəkə bilərəm. Və yaxud D variantına çəkə bilərəm. Və yaxud Y variantına çəkə bilərəm. Bu üçün də ən azından həmin fiqura oxşar hissələr var ki, onları çəkərəm. Yerdə qalır 2 dənə tutaq. Ya 2 dənə tuzağı bu fiqura yerləşdirməliyəm, ya bu fiqura, ya da bu fiqura. Aha, məntiqi olan təbii ki, görsənir ki, D variantıdır. Bu fiquru mən gətirib çəkirəm bura. Və bu fiquru da gətirib çəkirəm aşağı. Və gördüyünüz kimi üst hissəni də tamamlayıram. Davamı olur D variantı. Növbəti sualım 17-ci sual. 17-ci sualda deməli, ilk növbədə
Mən bu fiquru yerləşdirməliyəm. Çünki ən böyük fiqur budur. Bu fiqurun yerləşdiyi burada çox az şəkili var. Ya Y variantına yerləşə bilər, ya da ki, D variantına yerləşə bilər. Ən yaxşısı bunlardır. Amma mən bunu Y variantına çəksəm, bax dəfə bir böyük çəkirəm. Digər hissələri bu iki dənə kvadrat və üçbucaqla tamamlaya bilmərəm. Amma D variantına çəksəm tamamlamaq olur. D variantına mən onu çevirirəm 90 dərəcə və fiquru bu formada çəkirəm. Bu fiquru 90 dərəcə çevirdim və çəkdim. Sonra kvadratı bu hissəyə yerləşdirirəm sağ tərəfə. Orta hissədə isə balaca üçbucağa yer qalır. Orta hissəyə isə balaca üçbucağı yerləşdirirəm və cavabım olur D variantı. Ondan sonra 18-ci sual. 18-ci sualda ilk növbədə biz nə edirik? İlk növbədə diqqətlə baxsaq, bu kvadratı yerləşdirmək lazımdır. Bu kvadratın yerləşə biləcəyi fiqurlar arasında D variantı ola bilər. Bu fiqurlar olmaz, çünki bu fiqurların mərkəzinə yəqin ki, yerləşə o kvadrat və mərkəzinə yerləşəndən sonra digər hissələri düzgün şəkildə yığmaq olmur. Yəni, tam ortasını yerləşdirə bilərəm bu formada. Burada isə balaca uzaqlar var, onları yerləşdirmək olur. Amma B variantına və D variantına rahat bir şəkildə yerləşdirmək olar. İlk növbədə B variantını yoxlayıram. B variantına çəksəm, mən bu kvadratı ancaq mərkəz hissəyə çəkə bilərəm, yəni bura. Amma burada kənarda üçbucaqlar qalır rahat bir şəkildə. Bunu çəkəndən sonra balaca üçbucaqların birini bu hissəyə çəkirəm, birini aşağı hissəyə çəkirəm. Enli üçbucaqların isə birini sol tərəfə çəkirəm, birini isə sağ tərəfə çəkirəm. Və bütün fiqurları mən yerləşdirirəm. Bəli, düzgün cavab variantım olur B variantı. Növbəti sualım 19-cu sual. 19-cu sualda deməli, 19-cu sualda da biz ilk növbədə kvadratı da yerləşdirə bilərik. Bu hissələri də yerləşdirə bilərik. Bunlar daha qəribədir. Deməli, bunu və bunu yerləşdirmək lazımdır. Bu tutağın əslində bu hissəyə tam oturduğunu görmək mümkündür. Bu hissəyə tam oturur. Və bu da əslində beşbucaqlının kənar hissələridir, qıraq hissələri. Bu biri, bu da digəri. Həmin kvadrat da mən gətirib mərkəzə çəkəndən sonra cavabım olur A variantı. Növbəti sualımız 20-ci sual. Deməli, 20-ci sualda da rahat bir şəkildə əslində cavab variantını görmək olur. İlk növbədə mən bu fiquru aparıb çəkirəm, çevirirəm, daha doğrusu 180 dərəcə və çəkirəm bu hissəyə. Bu hissəyə çəkirəm. Bu fiquru da 90 dərəcə çevirirəm və bu hissəyə çəkirəm. Aynə əksi olmaz, amma fiqurları çevirmək olar. Ortadakı kvadratı təbii ki, gətirib bura çəkirəm. Kvadratı da çəkəndən sonra fiqurun tamamlanır və olur C variantı. Trapez. Sonra 21-ci sual. 21-ci sualda mənim əlimdə 2 dənə üçbucaq, 2 dənə isə təxmini 4/1 çevrə var. 2 dənə üçbucağın 2 dənə də 4/1 çevrənin birləşməsi. 2 dənə 4/1 çevrə birləşəndə yarım dairə əmələ gətirir. Elə bununla bu birləşib yarım dairə əmələ gətirir. Ona görə Y variantı gedir. Və üçbucaqların tərəfi də dümdüzdür. Yəni düz olmalıdır, dairəvi hissə olmamalıdır. Burada bütöv hamısı dairədir. Burada da bir tərəfi düzdür, amma qalan hissələr dairəvidir. B variantı düzgün variantdır. 2 dənə yarım dairəni mən alt hissəyə çəkirəm və 2 dənə də üçbucağımı çəkirəm yuxarı hissəyə və fiqurumu tamamlayıram. Yarım dairə deyəndə yəni 4/1 dairələr biri bura gəlir, biri bura gəlir. 2 dənə üçbucaq isə biri bura gəlir, biri bura gəlir və mənim fiqurum neyinir? Tamamlanır. Növbəti sualımız 22-ci sual. 22-ci sualda deməli, nə etməliyik? 22-ci sualda biz ilk növbədə burada 4 dənə hissəni birləşdirib fiquru almalıyıq və artıq qalan hissəni çıxartmalıyıq. Çox vaxt burada artıq qalan hissə ən çətin yerləşdirə biləcək və yaxud da ən böyük hissə olur. Məsələn, burada ən çətin D variantını yerləşdirə bilərəm. Ben yerləşdirməyə başlayaq. Bu üçbucaq yəqin ki, yuxarıda olacaq. Yuxarı hissənin
əhatə edəcək. Sonra kvadrat mərkəzə gələcək, təbii ki. Və bu uzaqlarda yanlara çəksəm, mənim figurum tamamlanır gördüyünüz kimi. Sadəcə artıq qalan hansı oldu? Artıq qalan D variantı oldu. Elə cavabım da olur D. Növbəti sualım deməli 23-cü sual. 23-cü sualda da deməli yenə kvadratı tamamlamalıyam və artıq qalan hissəni çıxartmalıyam. Çox güman ki, burada ən yerləşdirilməsi təhlil olan B variantıdır. B variantı da olacaq. Deməli, böyük uzağı ilk növbədə olduğu kimi kvadratın yarısına yerləşdirir. Ondan sonra burada kiçik üst uzaqda, ondan biraz kiçik üst uzaqda bu hissəyə yerləşdirirəm. Kvadratı sol tərəfə olduğu kimi yerləşdirirəm. Və plusda balaca üst uzaqda gətirib olduğu kimi sol tərəfə yerləşdirirəm. Və figurum hazırdır. Artıq qalan hissə hansı oldu? Artıq qalan hissə B variantı oldu. Cavabım olur B variantı. Növbəti sualımız 24-cü sual. 24-cü sualda deməli yenə bütün hissələri birləşdirib artıq olanı seçməliyəm. Burada ilk növbədə görsənir ki, Y variantı birbaşa yuxarı hissəyə gəlir. Aha, yan tərəfləri yəqin ki, bu üst uzaqlar tutacaq. Bir bu üst uzaq, bir də digər uzaq. Və həmçinin kvadrat da hara gələcək? Orta hissəyə gələcəkdir. Artıq qalan variantım hansı olur? D variantı. Cavabım olur D variantı. Növbəti sualımız 25-ci sual. 25-ci sualda da artıq qalan hissəni götürməliyəm. Baxaq, ilk növbədə mən bilirəm ki, bu üst buzağı mən gətirib bura ilə birləşdirsəm, burada böyük bir dənə üst buzağı. Bax, bu hissəni bundan birləşdirdim və böyük bir üst buzağı aldım. Həmçinin bu üst buzağı da gətirib bura ilə birləşdirəndə ikinci bir üst buzağı aldım. İkinci bir üst buzağı aldım. A variantını D ilə birləşdirdim, Y variantını da D ilə birləşdirdim. Və həmin hissələri gətirib çəkirəm. İlk növbədə bu mənim bir üst buzağım. Bu da mənim ikinci üst buzağım. Hansı ki, figurlarım bu formada bölünübdür. Deməli, C variantını bura çəkdik. D variantını bura çəkdik. Y variantını bura çəkdik və A variantını da bura çəkdik. Artıq qalan hissəm hansı oldu? Artıq qalan hissəm oldu B variantı. Cavabım da olur B variantı. Keçid edirik orta səviyyə. Deməli, orta səviyyə ilk sual yenə figurların birləşdirilməsidir. Figurları birləşdirib yeni figur almalıyam. Aha, əslində rahat bir şəkildə görsənir ki, bu üç buzağı bu kvadratın sol tərəfinə gətirib, bunu da bura qoyanda trapesiya alınır. Gəlin yoxlayaq. Deməli, üç buzağı buradan kəsirəm. Həmin o incə üç buzağı. Bunu gətirib hissəyə yerləşdirirəm. Düz budaqlını bura qoyuram. Və üstə də gətirib bu balaca düz budaqlını qoyuram və figurum tamamlanır. Cavabım olur C variantı. Növbəti sualımız 20-ci sual. Orta səviyyə 20-ci sualı. Deməli, bunu necə tamamlayırıq? İlk növbədə diqqətlə baxsaq görərsiniz ki, balaca üç budağı mən hara yerləşdirə bilərəm. Ancaq bura yerləşdirə bilərəm. Gördüyünüz kimi, ancaq bu hissəyə gəlib yerləşir, o balaca üç budaq. Həmçinin bunların birini, bunu ortadan bölürəm. Birini gətirib sağ tərəfə qoyuram, birini sol tərəfə. Və buradakı hissədə gəlir, hara yerləşir? Elə bu hissəyə yerləşir. Və gördüyünüz kimi figurumuz tamamlanır. Cavabımız olur B variantı. Növbəti sualımız 21-ci sual. 21-ci sualda da 4 hissəni birləşdirib figur almalıyam və burada artıq qalan hissəni götürməliyəm. Bayaq belə bir sual işlədik. Gördüyünüz kimi 2 dənə yarım dairəni mən gətirib bura çəkərəm. Bir yarım dairə sağa, bir yarım dairə sola. A və D variantlarından söhbət edir. B variantında bunu ortadan bölürəm. B variantını sağa çəkirəm, Y variantını da sola çəkirəm.
Aha, artıq qalan hissəm hansı olur? C var. Növbəti sualımız 22-ci sual. 22-ci sualda deyir ki, bu 4 hissənin birləşməsindən hansı fiqurlar yarana bilər? Çox güman ki, bu 4 hissənin birləşməsindən elə kvadrat vari fiqurlar yaranacaqdır. Mən bu hissəni elə ilk şəkildə bura çəkirəm. Və bunu da çevirirəm 90 dərəcə və onu da bura çəkirəm. Sonra bu kvadratı bura çəkirəm. Digərini də onun üzərinə qoyuram. Və ilk 1 aldım. 1 olmayan variantlar D və D variantı gedir. Ya 1-2, 5-dir, ya 1-5-dir, ya da 1-6. Yəni yoxdur. İkincinin alınmadığı açıq aydın şəkildə göstərir. Çünki tutaq ki, mən bu üst budağı qoydum bura. Bir budağı qoydum bura. Digər üst budağı qoymaq üçün ilk növbədə yer qalmır. Yəni digər üst budağı yerləşdirə bilmirəm. Həm də digər ki, kvadrat da onsuz da çoxdur bu fiqur üçün. Amma burada yığmaq olar. Deməli, 2 dənə kvadratını üst-üstə yerləşdirirəm. Düzbucaqlının sol tərəfinə, bunlarının. Və burada da üst bucaqlarımı yerləşdirirəm. Üst bucaqlarımdan biri olduğu kimi bu hissəyə gəlir. Və bunu da çevirirəm 90 dərəcə. Biri də bu hissəyə gəlir. Fiqurumu tamamladım. Cavabım olur 1 ilə 5. Yəni B variantı. Növbəti sualımız 23-cü sual. 23-cü sualda deməli necə tamamlayırıq? 23-cü sualda biraz diqqətli olmaq lazımdır. Bax, açıq aydın şəkildə görsənir ki, bu üst budaq ancaq və ancaq bura ola bilər. Bu ikisi ola bilər. 3 dənə də üst budağı birləşdirib aşağını tamamlamalıyam. Bu fiquru mən 90 dərəcə sadə əqrəbi istiqamətində çevirib bu hissəyə yerləşdirirəm. Digər üst budağı onun yanına yerləşdirirəm. Və bu üç bucağı da ortaya yerləşdirir. Və cavabım nə alınır? Təbii ki, A variantı alınır. Növbəti sualımız 24-cü sual. 24-cü sualda da deməli, ilk növbədə bu hissəni çəkmək lazımdır. Bu hissənin deməli, biri buradadır, biri digər tərəfdədir. Yəni, onu dəqiqliklə çəkək. Deməli, biri bura yerləşir, biri də bura yerləşir. Görün. Bu fiqurda çevirirəm 180 dərəcə və gətirib onların tam mərkəz hissəsinə qoyuram. Və son olaraq bu fiqurda 180 dərəcə çevirib, onu da gətirib yuxarı hissəyə qoyuram və mənim nəyim alınır? Yarım dairəm alınır. Cavabım olur D variantı. Növbəti sualım 25-ci sual. 25-ci sualda hansı formada işləyirik? Deməli, ilk növbədə üç bucağın, bu balaca üç bucağın yerləşəcəyi yerlərdən ya biri budur, ya da ki, buradır. Sadəcə bu mailləri nəzərə almalıyam ki, bunları mən 90 dərəcə yox, sadəcə biraz bunu sadə əqrəbi istiqamətində, bunu da sadə əqrəbin tərsi istiqamətində yəni çevirsəm, mənim o tərəflərim düz duracaq. Belə maili durmayacaq. Gətirib buraya yerləşdirmək mənasız olur. Bunları kəssəm, yəni bunlar düz duracaq. Alt hissələri də düz duracaqdır bu arada. Gəlib belə düz duracaqdır. Ona görə ən yaxşısı A variantını verir. A variantına deməli həmin hissələri gətirib yerləşdirirəm. Bu biri. Bu da digər. Bu hissələri yerləşdirir. Balaca üst budağı gətirib yuxarı yerləşdirirəm. Üst qismə. Və bu üst budağı da gətirib tam mərkəzə yerləşdirirəm. Cavabım olur A variantı. Növbəti sualım 26-cı sual. 26-cı sualda ilk növbədə mən kvadratı nə etməliyəm? Tamamlamalıyam. İlk növbədə kvadratı tamamlayım. Və bu hissələri çəkirəm.
Sonra bu hissəni ayırıram və hansı varianta uyğun gəldiyinə baxıram. İlk növbədə baxıram ki, bunun kvadrat hissəsi içə doğrudur və burada düzbucaqlı var və o düzbucaqlı içə doğrudur. Çölə doğru deyil. Ona görə B variantı verir, C variantı verir. Burada düzbucaqlı olmalıydı. Yəni burada trapesiya formasında, düzbucaqlı formasında olmalıydı gördüyünüz kimi A variantı gedir. Qalıram ya D variantı arasında, ya da Y variantı arasında. İlk növbədə bu hissəyə fikir versək, cavabı çıxardır. Bu hissə məndə belə yox. Gördüyünüz kimi bu aşağı hissədir. Belə yox. Daha doğrusu belədir. Sadəcə nə edibdir? Cavab variantını 180 dərəcə çevirir. Cavabım olur B variantı. Növbəti sualım 27-ci sual. 27-ci sualı da ilk növbədə figurumu mən tamamlayıram. Düzbucaqlıya. Deməli, tamamlayaq figuru. Figuru bu formada tamamladıq. Sonra bu hissəni ayırıram yenə və cavab variantının hansı olduğuna baxıram. İlk növbədə aşağı hissə düz olmalıdır gördüyünüz kimi və burada düzlük yox. Plus bu formanda səhv olduğu görsənir. Çünki burada dərin hissədən dönmək lazım idi. Yəni içə doğru dönmüşdür. Burada çölə doğru dönmüşdür gördüyünüz kimi. Burada da bu hissə düz olmalıydı. Ona görə Y variantı verir. Qaldım bununla bunun arasında. Və burada da fərqlənən hissə hansıdır? Fərqlənən hissə gördüyünüz kimi bax budur. Məndə bu daha maili formadadır. Gördüyünüz kimi aşağı gəlib sonra dönüşdür. Burada isə tam düz formadadır. Yəni həm bu kənarı, həm də bu kənarı düzdür. Məndə bir də daha mailidir. İçə doğru gedib sonra düz gəlibdir. Yəni hansı ki bax bu formada. İçə doğru gedib sonra düz qayıdır. Yəni burada hər iki tərəfi yumrudur. Düz qayıdan hissəsi yox. Ona görə D variantı gedir, qalır B variantı. Növbəti sualım 28-ci sual. 28-ci sualı da ilk növbədə tamamlayaq biz bu hissəni. Sonra fiquru ayır. Fiquru ayır. Baxaq görək necədir. Bax, ilk növbədə bunun aşağısına diqqətlə fikir verin. Azca elə bir içə doğru, yuxarı doğru qalxıb sonra. Yəni dümdüz getmir. İlk növbədə oraya fikir verək ki, orada dümdüz olmur. Həmin hissə dümdüz deyil. Yəni gəlir, sonra bir də yuxarı qalxır, sonra içə doğru gedir. Yəni məsələn ona görə B variantı səhvdir, C variantı səhvdir. Çünki bu düz gəlməlidir. Sonra içə doğru belə qatlanmalıdır. Biləkdə açıq aydın şəkildə görsənir. Məsələn, A variantında həmin hissə var. Gördünüz, bu gəlib, sonra bilək içə doğru qatlanır bu formada. Bu daha düzgündür. Hansı ki, mənim şəklimə uyğundur. Elə rahat şəkildə görsənir ki, cavabın hansı variantdır. Bax, burada, məsələn, burada kvadrat var deyil, orta hissə. Gördüyünüz kimi necədir? Biraz daha qəribədir, bax, bu formadadır. Həmçinin bu formada, onsuz mən çəkim şəkildə də göstərir. Yəni, kvadrat və son deyil də düzbucaqlı formasında deyil. Ona görə bu səhvdir. Və burada da çıxıntı içəri doğru olmalıdır. Bəli, bu düzdür. Hələ ki, burada da hansı hissə yanlışdır? Burada yenə deməli, yanlış olan hissə aşağı hissədir ki, bu hissəni yanlış veribdir. Məndə daha doğru cavab variantım hansı olur? A variantı olur. Gördüyünüz kimi bu hissəni daha düzgün veribdir. İçə qatlanmalıdır. Bu hissəni də düzgün veribdir. Bu hissəni də düzgün veribdir. Əsas diqqət yetirməli olduğum hissələr bunlardır. Yuxarı hissə onsuz da tamamilə doğrudur. Cavabım olur A variantı. Növbəti sualım 29-cu sual. 29-cu sualda deməli nə etməliyik? İlk növbədə biz yenə baxsaq, C ilə B-ni birləşdirsəm düzbucaqlı əmələ gəlir. Baxın, bu hissə ilə bu hissəni birləşdirəm, düzbucaqlı əmələ gətirir və həmçinin A ilə da Y-ni birləşdirsəm, bunlar bir-birini tamamlayan fiqurlardır. Yəni.
Bundan birləşir, bu da bundan birləşir. Yəqin ki, elə bu dördündən mən üst bucağı yaradacağam. D variantı isə artıq qalacaqdır. Gəlin çəkək, görək düzgün şəkildə. Deməli, elə bu hissəni gətirib bura qoysaq, bu üst bucağı da gətirib alt hissəyə qoysaq, bu hissəyə rahat şəkildə görə bilərik. Sadəcə parçaları diqqətli ayırmaq lazımdır indi. Deməli, bu hissəni ayıranda, deməli, buradan belə bir şey ayırıram. Gördüyünüz kimi bu C variantıdır, bu B variantıdır. Və bu hissəni də ayıranda buradan belə bir şey ayırıram. Bu da Y variantıdır, bu A variantıdır. Artıq qalan hissə hansı olur? Təbii ki, D variantı olur ki, o heç bir fiqurla birləşə bilmir. Növbəti sualım 30-cu sual. 30-cu sualda isə deyir ki, buranı tamamla. Mən bu hissəni tamamlayanda deməli, yuxarıda baxmalıyam ki, yuxarı hissədə mənim tam-tamına olmalı 3 dənə kubum. 1, 2, 3 dənə kubum olmalıdır mütləq şəkildə. Yuxarı hissədə. Burada 2 dənə veribdir. Bu səhvdir. Burada 1 dənə veribdir. Bu da səhvdir. Burada 2 dənə veribdir. Bu da səhvdir. Ya cavabı C variantıdır, ya da B variantıdır. Burada aşağıları dolu. Sadəcə burada 2 dənə olmalıdır. Aşağı hissələri boş olmalıdır. Burada isə aşağısı boş. Altında deməli bir dənə yenə nə olmalıdır? Alt hissədə yenə bir dənə kub olmalıdır gördüyünüz kimi. 2 dənə alt üst. Sağ tərəfdə 2 dənə alt üst olmalıdır. Sol tərəfdə yalnız 2 dənə olmalıdır. Altları dolu çünki. Altları dolu. Yəni B variantı yanlışdır. Altlar boş olmalı idi. Sadəcə mənə bu üçü lazımdır. Bir də bu. Gördüyünüz kimi 3 dənə, bir də bu. Deməli cavabım olur C variantı. Keçid eləyək. Üçüncü hissə, yəni çətin səviyyə. Çətin səviyyə 14-cü sual. Çətin səviyyədə 14-cü sualda ilk növbədə diqqətlə baxsaq, biz görərik ki, fiqurun bu hissəsi, bu fiqur gəlir məndə bu hissəyə düşür, gördüyünüz kimi. Bunu bu hissəyə çəkirəm. Ondan sonra bu fiqur gəlir ortaya düşür, orta hissəyə. Qaldı bundan bu. Bunu da mərkəz hissədən bölsək, mərkəzdən bölsək, buradakı fiqur gəlir, bura düşür, qaldı buzaq. Bu üç buzaq da gəlir, yuxarı. Və cavab variantım olur nə? D variantı. Sadəcə bunu biraz daha dəqiq görmək lazımdır. Çətin səviyyə sualları biraz daha çətindir. Deməli, sonra burada ki, diqqətlə baxsaq, elə bununla bunu birləşdirəndə burada bir hissə yaranır, yəni bir paralleloqram yaranır bu hissədə. Bunlar birləşdirəndə, bu balaca ilə bunu birləşdirəndə. Aha, bunu da paralleloqrama tamamlasam, gördüyünüz kimi, bax, üst buzaq gəlir bura və buradakı hissəni də bura çəkə bilər. Bunu şəklin üstünə tətbiq eləyək. Deməli, ilk növbədə aşağı hissəni tamamlayıram. Alt hissəni tamamlayıram. Deməli, bu fiqur gəlir bura, sol tərəfə, bu fiqur gəlir aşağı. Aha, buradakı fiquru gətirib çəkirəm bu hissəyə. Bu fiquru da gətirib çəkirəm yuxarı hissəyə. Və həmçinin bu fiqur da gəlir bura. Və bu şəkildə mən nəyimi tamamlayıram? Fiqurumu tamamlayıram. Cavabım olur nə? A variantı görürüm. Növbəti sualım 16-cı sual. 16-cı sualda deməli hansı formadan tamamlamalıyıq? 16-cı sual görməsi çətin olan suallardan biridir. İlk növbədə deməli, mən bu fiquru çəkirəm bu hissəyə. Gördüyünüz kimi, bu fiquru da çəkirəm bu hissəyə. Bunların çəkilə biləcəyi yalnız bunlardır. Yəni, bu fiqurdur. Bu ikisindən də bunu tam ortadan bölsəm, görərsiniz ki, bir fiqur, yəni bu fiqur gəlir bura, bu fiqur da gəlir bura.
Hər ikisini də buraya yerləşdirə bilirəm. Cavabım olur Y variantı. Növbəti sualım 17-ci sual. 17-ci sual əslində biraz sual işarəsi altındadır. Çünki burada ölçülər biraz uyğun gəlmir, amma fiqurumuz düzdür. Hansı formada çəkirik? Deməli, ilk növbədə biz bu hissədən baxsaq, fiqurumuzun biri bura gəlir, bu hissəyə düşür, bu fiqurlardan biri. Biri isə tamamilə ondan qarşı-qarşıya düşür, yəni belə bu formada. Sadəcə bu fiqurla bu fiquru gətirib mən bura çəkməliyəm. Burada isə ölçülər biraz uyğun gəlir, amma yalnız və yalnız bu fiqura yerləşdiyi üçün cavabım olur Y variantı. Sadəcə burada biraz şəkildə ölçülər düzgün düşmüşdür. Yəni, amma cavab Y variantıdır. Bu iki dənə tuzağı bura çəkirəm, bu iki dənə də çəkirəm kənar hissələrə. Növbəti sualım 18-ci sual. 18-ci sualda deməli, 18-ci sualda rahat şəkildə əslində cavab variantını görmək olur. Deməli, hansı formada çəkməliyik? İlk növbədə diqqətlə baxsaq, bu üst tutaq onsuz da bu fiqurun yuxarı hissəsini tam şəkildə gəlir oxuyur. Aha, bunu da çevirirəm və bu hissəyə yerləşdirirəm bu fiquru. Sadəcə qalır bu və bu. Deməli, bunu da necə bölürəm? Bu fiquru gətirib bu hissəyə yerləşdirirəm. Bu fiquru da gətirib bu hissəyə yerləşdirirəm. Və D variantındakı fiqurumu alıram. Növbəti sualım 19-cu sual. 19-cu sualda necə yerləşdiririk? 19-cu sualda bax, bu fiqurun yerləşdirilməsi heç birində alınmır. Diqqətlə baxsaq, heç birinə yerləşdirmək olmur. Yəni, bir dənə D variantına yerləşdirmək olur, bir dənə də C variantına yerləşdirmək olur. O da hansı hissəyə? Bu yuxarı hissəyə yerləşdirmək olur, gördüyünüz kimi. Digərlərində heç birinə yerləşdirmək olmur. Mənim düzgün variantım C variantıdır. Çünki D variantındakı fiquru, bu yerdə qalan fiqurlarla almaq olmur. Amma C variantını almaq olar. Deməli, bu fiquru bu formada çəkirik. Ondan sonra bu fiquru saat əqrəbi istiqamətində çevirib, bu istiqamətdə çevirib, gətirib çəkirik bu hissəyə, bu hissəyə çəkirik. Aha, sonra buradakı fiqurumu mən çəkirəm, deməli, bu hissəyə, bu fiqurumu çəkirəm bu hissəyə, bu hissəyə çəkdim və bu fiqurumu da çəkirəm bura. Və beləliklə fiqurumu tamamlandırıram. Cavabım olur C variantı. Növbəti sualım 20-ci sual. 20-ci sual da elə asan sual deyil. Deməli, burada fiquru 90 dərəcə çevirməliyəm. İlk növbədə 90 dərəcə çevirirəm və fiqurun mərkəzinə doğru çəkirəm. Heç burada, yəni bu fiqurun alınacağı ağla gəlmir. Amma ki, təbii ki, bu fiqur alınır. Deməli, çevirirəm və yerləşdirirəm. İlk növbədə bu hissəni yerləşdirir. Ondan sonra bu iki balacanı alt hissəyə çevirib yerləşdirirəm. Gördüyünüz kimi bunu və bunu yerləşdirdim aşağı. Ondan sonra bunu yenə çevirirəm. Saat əqrəbinin tərsi istiqamətində. Onu bu hissəyə yerləşdirirəm. Balaca tuzağı da gətirib üstünə qoyuram. Və bu formada mənim nəyim alınır? Fiqurum alınır. Cavabım olur Y variantı. Növbəti sual 21-ci sual. Deməli, 21-ci sualda açıq aydın şəkildə onsuz da tuzağın alındığı görsənir. Bu hissəni alta çəkirəm, alt hissəyə. Sonra bunu onun üzərinə çəkirəm. Və hissədir. Çəkirəm. Təbii ki, ölçüləri şəkli biraz düzgün çəkməyə də bilərəm. Çünki bunu çəkmək biraz çətindir. Deməli, bu balaca tuzağı gətirib bu üçüncə çəkirəm. Bu böyük tuzağı da aparıb yuxarı qoyuram. Gördüyünüz kimi cavabım olur B variantı.
Növbəti sualın 22-ci sual. 22-ci sualda əslində cavab variantı açıq-aydın şəkildə görsənir. Çünki bu 4 variantı elə bir-birinə yaxınlaşdırsam, görsənir ki, bu fiqur alınır. Bunu da çəkək. Bu A variantıdır təbii ki. Bu B variantıdır. Bu D variantıdır. Bu da D variantıdır. Bunları biraz yaxınlaşdırsaq əslində bu fiqur alınır. Artıq qalan hissəmiz hansı olur? Artıq qalan hissəmiz C variantı olur təbii ki. Növbəti sualımız 23-cü sual. Deməli, 23-cü sualda heç nəyi tərpətmədən mən figurumu nə etməliyəm? Tamamlamalıyam. Deməli, heç birini fırlatmamalıyam. Hamısından yalnız bir dəfə istifadə etməliyəm və fiquru tamamlamalıyam. İlk növbədə Y variantını bura çəkərəm, yəni quyruq hissədən başlayaram. Çünki bu hissəyə yerləşə biləcək yalnız bir dənə variant var, o da Y variantıdır. Yəni, çıxıntısı olan bir dənə Y variantıdır. Onu çəkirəm bu hissəyə. Artıq burada yuxarıya da hansı fiqurun gələcəyi artıq aydın görsənir. Yəni, yuxarıda çıxıntısı olan və 3 dənə yan-yana kvadratı olan bir dənə A variantıdır. 4 dənə yan-yana kvadrat var hətta. Buranı ancaq A variantından tamamlaya bilərdim. Aha, orta hissədə görsənir bu hissə ki, yəni çıxıntılar 3 dənə çıxıntısı olan D variantıdır. 1, 2, 3, 4-cü çıxıntısı da var. Bu D variantıdır ki, 3-4 dənə nəyi var? Çıxıntısı var. D variantı getdi. Qaldı son bu hissə. Bu hissənin də D variantına uyğun gəldiyini rahat şəkildə görmək olur. Sadəcə burada artıq olan hansıdır? C variantı. Hansından başladıq? Y variantından sıxıntısı olan. Çünki yalnız sıxıntısı olan bir dənə Y variantı. Növbəti sualımız 24-cü sual. 24-cü sualda deyir ki, hissələrdən hansını çıxartsaq, bu cavab variantı alınır. Burada deməli Z-i çıxardıq və fiquru çevirib ki, əgər görmək istəyirsinizsə, deməli bu hissə belə birləşdirilir. Bu hissə belə birləşdirilir. Ondan sonra burada bu hissədə bir kəsik var. Bu hissədə bir kəsik var və burada bu formada. Hərfləri də yazaq. Deməli, bura W-dur. Görə bilərsiniz. Bura K-dır. Bura E-dir və orta hissədə N. Sadəcə Z-i çıxartmışam. Z-i çıxardandan sonra fiquru neyləmişəm? 180 dərəcə çevirmişəm. Davam olur deyə var. Növbəti sualım 25-ci sual. 25-ci sualda da deməli hardan başlaya bilərik? Və burada çıxıntısı olan fiqur var, sağ tərəfdə çıxıntısı olan fiqur var. Sağ tərəfdə çıxıntısı olan 2 dənə fiqur var. Biri budur, biri də budur. Yəni ikisindən birini mən bura çəkəcəm. Amma burada C variantını çəkməyim daha yaxşıdır. Çünki bunu çəksəm. Yəni bura dümdüz qoya biləcəyim bir şey yox. Başqa çıxıntısı olan bu var. Onu da qoysam, yəni bura boş qalır. Ona görə D variantını çəkməyim düzgün deyil. D variantındansa mən bu hissəyə çəkirəm yenə nəyi? C variantı. Bu hissəyə C variantını çək. Biz daha dalğalı xəttlərindən göstərmək daha yaxşıdır. Deməli, onun üstü açıq aydın görsənir ki, D variantıdır. Üstünə D variantını çəkdim bu hissəyə. Bura çəkdim D variantını. Qaldı bu hissə. Bu hissəni tamamlamalıyam. Deməli, bu hissəyə aşağıda çıxıntısı olan ya budur, ya da ki, Y variantıdır. Bunu çəksəm, burada boşluq qalacaq gördüyünüz kimi. Bax, bu hissə bir dənə
boş qalır. Amma bunu çəksən boşluq qalmır. Fiqurları da çevirə bilmirəm deyə bunu çəkməyim daha güclüdür. Bunu bu hissəyə çəkdik. Y variantını çəkdik, C variantını çəkdik, D variantını çəkdik. Və son qaldı A variantında. Bura çəkirik. Artıq qalan hissə hansı oldu? B variantı. B variantı burada A. Növbəti sualım 26-cı sual. 26-cı sualda yenə bir hissəni çıxartmalıyam və sağdakı fiquru almalıyam. Burada bu dəfə çıxartdığı K-dır. K-nı çıxardıqdır. Silib baxa da bilərik. K-nı çıxardıqdır. Və fiquru yenə də 180 dərəcə neyini çevirir. Fiquru 180 dərəcə çevirir. Fiquru 180 dərəcə çevirəndə ilk növbədə Y bura gəlir, M yuxarı gəlir. Bunu bilək. M yuxarı gəlir, Y də bu hissəyə gəlir. Bunu belə tikişdirsək, bunu da belə tikişdirsək, əslində bunların burada olduğunu görə bilərik. Ondan sonra qaldı W ilə Z. W ilə Z transformadadır. Deməli, burada W ilə Z-i tutuzlamaq biraz çətindir. Deməli, bu W-dur. Bu hissə isə Z-dir. Sadəcə burada K-nı çıxardıqdır. Və 180 dərəcə neyinlikdir? 180 dərəcə fiqurumuzu çevirir. Bu hissələr bunlar. Cavabımız olur C variantı. Bizdən çıxardığı hissəni istəyir. Rahat şəkildə görsənir olsun çıxardığından sonra cavab variantının bu oldu. 27-ci sual. 27-ci sualda mənə deyir ki, hansı hissələri birləşdirməklə düzbucaqlı alınır. Aha, mən buradan bax bir dənə çıxıntılı hissə götürəcəm. Bir dənə də çıxıntısız, yəni çıxıntısı içəri olan hissə götürməliyəm. 2 ilə 1-in çıxıntısı çölədir. 4 ilə 5-in çıxıntısı içəridir. 3 burada heç bir fiqurla demək olar ki, uyğunlaşmır. Çünki bunun çıxıntıları digərlərindən uyğun gəlir. Deməli, bunları qruplaşdırmalıyam. Deməli, bax 1 ilə 4 qruplar. Çünki bunun aşağıda olan hissəsində bu formada bir fiqur çəkə bilərəm ancaq ki, çıxıntısı çöl olmalıdır. Bir daha aşağı hissəsi kobud formada müəyyən olunmalıdır ki, bu formada olsun. Ona görə 1 ilə 4 heç birə uyğunlaşmır. Aha, 1 ilə 4-ü uyğunlaşdırmalıdır. 2 ilə də 4-ü uyğunlaşdırmaq olmur. Çünki yuxarı hissəsi, bax bu hissəsi boş qalır. 2-ni ancaq mən bura qoya bilərəm. Yuxarı hissəsi boş qalır. Mənə də deyir ki, nə əmələ gətirsin? Düzbucaqlı alınsın. Onda gəlin 1 ilə 5-i uyğunlaşdıraq. 1-i 5-in üstünə təkim və yaxud da 5-i 1-in üstünə təkim. Heç bir fərqi yoxdur. Bunu təkirəm. Deməli, biraz daha dəqiq çəkək bu hissəni. Və gördüyünüz kimi bu fiqur birinci fiqurdan eyni. Bu fiqur birinci fiqurdan eynidir və düzbucaqlığımızı əmələ gətirir. Deməli, cavabımız nə olur? 1 ilə 5. Növbəti sualımız 28-ci sual. 28-ci suala baxaq. 28-ci sualda deməli, ilk növbədə biz burada bu fiqurumuzu yerləşdirdik. Bu fiqurumuzu yerləşdirdik bu hissəyə. Bu fiqurumuz bu hissəyə yerləşir. Diqqətlə baxsaq. Sonra Y variantını yerləşdiririk. Y variantındakı fiqurumuz, hətta bunun rəngli çəksə, Y variantındakı fiqurumuz yuxarı hissəyə yerləşir. Baxın, bu hissəyə. Bu Y variantındakı fiqurumuzdur. Qaldı sağ tərəf. Sağ tərəfdə A variantını rahat şəkildə görmək olur. A variantı, baxın, bu hissəyə yerləşir. A variantı. A variantını rahat görmək olur.
Və aşağıda görsənir ki, hansı variantdır? Təbii ki, D variantıdır. Yerdə qalan hissədə D variantı. Amma D variantında görürük. Hansı hissə qaldı artıq? Təbii ki, D variantı artıq olaraq qaldı. Növbəti sualımız 29-cu sual. 29-cu sualda məsələ nədən ibarətdir? Mənə deyir ki, aşağıdakı 5 fiqurdan hansılarının bir növünün eynilərini yanaşı düzlükdə, yəni bir dənəsinin yanaşı düzlükdə 64 kanal şahmat taxtası alınır. Yəni bir sözdən qısa formada nə deyir? Deyir, bu fiqurlardan yalnız birindən istifadə edərək bütün şahmat taxtasını tamamlayır. Və bu halı fiqurların hansıları yarada bilər? Burada deməli ən böyük məsələ nədən ibarətdir? Özünü kvadrata tamamlaya bilən fiqurlar daha çox bu şahmat taxtasını tamamlaya bilir. Onsuz da fiqurların hamısı ya 8 dənəlidir, ya 4 dənəlidir, ya da 16-lıqdır. Yəni hamısı 64-ə bölünür. Ona görə sayı ilə baxmağa ehtiyac yox. Özünü kvadrata tamamlayanlar olmalıdır. Bax, burada özünü kvadrata tamamlayan 2 dənə fiqur var. Məsələn, 4 tamamlaya bilmir. Bu özünün də kvadratı tamamlanır. Həmişə ya burada boşluq qalır, ya da ki, burada çıxıntı qalır. Ya da ki, yuxarıda. Ancaq mən bunu belə çəkə bilərəm. Yəni, 4-ü özü ilə belə birləşdirə bilərəm. Burada və burada boşluq qalır. Ya da ki, tam əksinə bu formada birləşdirə bilərəm. Yenə burada nələr qalır? Yenə çıxıntılar qalır. Görürsünüz, burada və burada boşluqlar qalır. Yəni, özünün kvadratı tamamlayan. Filos 2 də özün kvadratı tamamlayanmır. Çünki orada da ortada boşluqlar qalır. Ancaq bu fiqur belə özü ilə birləşə bilər bu formada. Yəni, bu formada birləşər və burada boşluqlar qalacaqdır. Mərkəz hissədə. Onları tamamlamaq mümkün deyil. Və 5 özünü kvadrata tamamlaya bilmir. 3 ilə 1 özünü kvadrata tamamlaya bilir və şahmat taxtasını yalnız bunlar vasitəsilə yığmaq olar. Üstündə göstərə bilərik. Baxın, küncünə diqqətlə fikir verin. Küncü ağdır və 7 dənə də aşağıda. Deməli, küncü ağ olan hissədən başladım və aşağı hissəsi 7 dənədir. Ağa qədər gedir uzanır, bura qədər. Bunu çəkdim. Və bir dəfə də bunu tərsinə çevirirəm. Tərsinə çevirirəm, 180 dərəcə. Birini də üstünə qoyuram bu formada. Onu da fərqli rəngini gəlin işarə edək. Bunu da üstünə qoyuram, gördüyünüz kimi. Yenə bax, 7 dənə ortada oldu və küncü ağ oldu, bu hissəsi də ağ oldu. Və əgər siz fiquru hissələrə ayırsaq, buradan və buradan. Görərsiniz ki, bura yerləşdirdiyiniz 2 dənəni həm bura yerləşdirə bilərsiniz, həm bura yerləşdirə bilərsiniz, həm də bura yerləşdirə bilərsiniz. Yəni, bundan ikisi bura, ikisi bura, ikisi bura, ikisi də bura. Və ümumi 8 dənə bu fiqurdan istifadə edərək ümumi şahmat taxtasını tamamlamaq olur. Biri 1-dir, ondan sonra biri də 3-dür. 3-ün də gördüyünüz kimi bir küncü qaradır, bir küncü ağdır. Yəni, buradakı ağ küncdən də başlaya bilərəm, buradakı qara küncdən də başlaya bilərəm. Mən qara küncdən başlamağı məsləhət görürəm, çünki bu tərəfi çəkmək daha rahatdır. 2 dənə kvadrat çıxıntısı var. Deməli, buranı çəkək. Alt hissə deməli 4 dənə kvadratı tutur gördüyünüz kimi. Sonra yenə deməli yuxarıya doğru 2 dənə kvadrat gedir. Sola. Sonra yenə yuxarıya doğru. Sonra mərkəzə doğru bu formada fiqurumuzu çəkdik. Çevirdik və yuxarı hissəyə çəkdik. Ondan sonra bir dənəsini də qarşı hissəsinə çəkirik. Bir dənəsini də qarşıya çəkirik. Üzbə-üzünə və bunu kvadrata rahat bir şəkildə tamamlayırıq. Fiqurumuzu kvadrata tamamlamaq üçün birini də bura çəkirik. Bax, eyni fiqurdan istifadə edelim. İkisi də eyni fiqurdur. Birini sol tərəfə çəkdim, birini sağ tərəfə, fərqli rənglərinə. Və əgər bu şahmat taxtasını 4 yerə bu formada parçalasam, bu formada parçalasın. Gördüyünüz fiqurun ikisi bura, ikisi bura, ikisi bura və ikisi də bura gelir.
Ümumi yenə 8 dənə fiqurdan istifadə edərək mən şahmat taxtasını rahat bir şəkildə tamamlayıram. Cavabım olur 1-3 A variantı. Və növbəti sualım 30-cu sual. Sual 30-da eyni şeydir, eyni formada tamamlanır. Burada da yenə şahmat taxtasını tamamlamalıyam və özünü kvadrata tamamlaya biləcək fiqurlardan istifadə etməliyəm. Burada özünü kvadratı tamamlaya bilməyəcəklərdən başlayaq ki, 2-yi məsələn özünü heç bir kvadrata tamamlaya bilmir. Həmişə çıxıntıları qalır. Bu hissəni üst-üstə qoyub tamamlama olur. Başqa ayrı şəkildə götürülür. Və 5 də özünü kvadratda tamamlaya bilməyən fiqurlardan. Aha, 4 özünü tamamlaya bilər. Bəlkə 1 də tamamlayar, 1-i də yox yazır. 3 də tamamlaya bilər rahat bir şəkildə. Aha, baxaq. Dördüncü fiqur yoxlayaq. Üçüncü ağdır. Buna diqqətlə fikir vermək lazımdır ki, üçüncü ağ olsun. Mən bunu deməli, bunu yuxarı çəkməliyəm. Üçüncü ağ olması üçün. Aha, bu hissəyə çəkdim mən bunu. Aha, birini də çevirirəm və qoyuram bu hissəyə. Bu hissəyə çevirib qoyuruq ki, qoyuruq kvadratda tamamlasın. Yəni, tam görmək üçün bir ikisini də çəkək. Bir dənəsində yenə çəkirəm bura. Yenə küncü ağdır. Diqqətlə o hissəyə fikir verin. Ki, həmişə küncü düzgün olsun. Rənglər düzgün olsun. Və birini də yenə fırlayıram, yerləşdirirəm bu hissəyə. Yenə küncü ağdır. Orada problem yox. Aha, bunu da tamamladım. Bayaqki kimi fiquru rahmat taxtasını, yəni 1, 2, 3 və 4 hissəyə bölsəm, görsəz bura 4 dənəsi yerləşir. Onda deməli 4 dənəsi də bura yerləşəcək, 4 dənəsi də bura yerləşəcək, 4 dənəsi də bura yerləşəcək. Və hər dəfə görsünüz, yuxarı kümçə, yuxarı kümçə, yuxarı kümçə, yuxarı kümçə. Yəni standart şəkildə gedir. 4 dənə bura, 4 dənə bura, 4 dənə bura, 4 dənə bura. Ümumi 16 dənədən istifadə edərək mən yəni şahmat taxtasını bundan tamamlaya bildim. Aha, gəldik 1-ə, görək 1 tamamlaya bilirmi? Əsas məsələ. 1-i çəkək. 1, ilk növbədə üçüncü ağdır. 4 dənə hündürlüyü 4 dənədir. Uzunluğu isə 7 dənə gedir. Deməli 7 dənə bura qədər. Aha, 1 yuxarı qalxır bu formada. Və bu formada irəliləyir. Bunu da tərsinə çevirib birini qoysam, bəli, özünü tamamlaya bilir. 180 dərəcə fiquru çevirirəm və bu formada gətirib bunun üstünə qoyuram. Buna qoyanda gördüyünüz kimi özünü nəyə tamamladı? Düzbucaqlıya və yaxud da kvadratı tamamladı. Düzbucaqlıya və yaxud da kvadratı tamamlamam mənə kifayət. Bunu da tam ortadan bölsəm, gördüyünüz kimi 2 dənə bura yerləşir və 2 dənəsi də elə bura yerləşir. Uzunluğu 4 olduğuna görə 2 dənəsi də bura yerləşir. Ümumi 4 dənə bu fiqurdan istifadə edərək mən şahmat taxtasını tamamlaya bildim. Və son olaraq fiqur 3 qaldı. Fiqur 3-ün küncləri qaradır. Küncləri qara olan yeri seçirəm. Yəni, sağ tərəf seçirəm. Sağ tərəf burada rahatdır. Deməli, uzunluğu 4-dür, eni 3-dür. Aha, burada 3 dənə gəlib. Sonra içəriyə doğru 2 dənə düşür və sola doğru bu formada gəlir. Aha, rəngi dəyişirəm və bir dənəsi də bir vahid aşağıdan götürür. İç-içə keçirdirəm bunları. İç-içə keçirdəndən sonra görə bilərsiniz ki, bunlar da özünü tam-tamına nəyə tamamlayır? Kvadrata tamamlayır. Bunlar artıq kvadrata tamamladı. Və mən şahmat taxtasını yenə bayaqki kimi 4 hissəyə parçalasam, bu fiqurdan ikisini bura, ikisini bura, ikisini bura və ikisini də bura qoyaraq 8 dənə bu fiqurdan istifadə edərək ümumi şahmat taxtasını tamamlaya bilirəm. Deməli, burada da davamlı olur 1, 3, 4.